Salam dostlar, bugünkü videoda İlkin Feyziyev, Fərəc və Zevsi qarşılaşdıracağam. Hansının ən yaxşı YouTuber olduğunu bu videoda açıqlayacağam. Bu video tam doğru düzgün çəkilib. Yəni necədirsə hər şeyi elə çəkmişəm. Video keçməmişdən əvvəl kanalıma abunə olub, video like atın. Bu video 500 like gələrsə, yeni videoda hansı YouTuber ilə qarşılaşdırmamı istəsiniz, həmin YouTuber ilə qarşılaşdıracağam. İlk sualımız: ən çox abunəsi olan YouTuber. Fərəcin abunəsi 182.000, İlkin Feyziyevin abunəsi 193.000, Zevs 1 milyon. Bu turu qazanan Zevs oldu. İkinci sualımız: YouTube'da qısa vaxtda məşhur olan YouTuber. Zevs 100.000 plaketin düz 2 ilə qazandı. İlkin Feyziyevin ilk videosunun 3 il sonra çəkilən videoda 2000 abunə olubsa, deməli İlkin Feyziyev bu turu uduzdu. Fərəc 1 il 9 ay 12 günə 100.000 plaketini alıb, Zevs isə 1 il 10 ay 7 gün alıb. Bu turu qazanan Fərəc oldu. Üçüncü sualımız: videolarına daha çox əziyyət çəkən YouTuber. Bu sualda Zevsi çıxarırıq. Zevs əvvəl videolarına çox əziyyət çəksə də, indiki videoları ancaq tepki videolarıdır. Fərəcin Zevsdən fərqli yanı odur ki, Fərəc hər gün video atır, daha çox əmək verir. Amma ki, İlkin Feyziyevin çəkdiyi videolara daha çox əziyyət çəkilir. Ona görə də bu turun qazananı İlkin Feyziyevdir. İndi skora baxaq. Hər bir YouTuberimizdə bir xal var. 10 sualdan sonra ən qabaqda olan YouTuber qazanacaq. Niyə 10 sual? Çünki başqa sual tapa bilmədim. Üçüncü sualımız: səmimi və dürüst olan YouTuber. Zevs elendi bu turda. Qaldı İlkindən Fərəc. Səmimiyyət olaraq heç birində səmimi olmayacaq bir şey görməmişəm. Ona görə burada ikisinə də xal verirəm. Azərbaycan YouTube'una müsbət təsir edən YouTuber. Burada da Zevs elendi. İlkin və Fərəc Azərbaycan YouTube'una müsbət təsir edir. Bir çox abunəsi aşağı olan YouTuberlərlə video çəkdilər. Amma ki, mən İlkin Feyziyevə və Fərədə təklif eləmişdim video çəkməyə. İlkin qəbul eləsə də Fərəc qəbul etmədi. Ona görə də buradakı puanı İlkin Feyziyevə verirəm. Keçək 6-cı sualımıza. Ən çox tanınan YouTuber. Nə qədər İlkin Feyziyev və Fərəd tanısalar da, ən çox tanınan YouTuber Zevsdir. Bu turun qalibi də Zevs oldu. 3-2-2 oldu. Qaldı son 3 sualımız. 7-ci sual: video sayısı çox olan YouTuber. İlkin Feyziyevdə video sayısı 282-dir. Zevsdə 207, Fərəzdə isə 984 dənə. Bu turun qalibi Fərəc oldu. 8-ci sualımız: baxış sayı. Ən populyar videoya baxacağam. Fərəcin ən çox izlənən videosu 250.000 baxış toplayıb. İlkin Feyziyevdə 670.000, Zevsdə isə Moskvada qız tutdum videosuyla 2.700.000 baxış toplayıb. Bu turun qalibi Zevs oldu. Şot 3-3-3-dür. Son 2 sual sonra hansı YouTuberin ən yaxşı YouTuber olduğunu öyrənəcəyik. Əgər videonun burasına qədər baxmısınızsa, video like atmayı, kanalıma abunə olmayı yaddan çıxarmayın. Kanalıma abunə olub video like atdınızsa keçək videoya. İzləyiciləri ilə əlaqəsi yaxşı olan və daha çox əlaqə quran YouTuber. Zevsi indidən silək. Yaxşı olmaq baxımından bəzi qızlar Fərəci qız düşmanı kimi adlandırırlar. Amma ki, ən çox izləyicilərlə əlaqəyə girən YouTuber Fərəcdir. İlkin Feyziyevin 1-2 videosu var izləyicilərlə əlaqəyə girdiyi, amma Fərəzdəki qədər deyil. Burada məncə Fərəzdə ilkinə də puan verməliyəm. Çünki birinə versəm, birinə verməsəm ədalətsizlik olar. Keçək axırıncı və son sualımıza. Bu sualdan sonra hansı YouTuberin daha yaxşı olduğunu biləcəyik. Bu sualı takipçilərimdən soruşdum. Ən çox sevilən YouTuber hansıdır? Oylamanı saat 00:00-da bitirəcəyimi demişdim. 12-yə kimi gözlədim və oylar çıxdı. Ən sevdiyiniz YouTuber sualına İlkin Feyziyev və Fərəc eyni qədər oy aldı. İlkin və Fərəc bərabərə qaldı. Ona görə də burada qərarı sizə buraxıram. Hansının ən sevdiyiniz YouTuber olduğunu yorumlarda deyə bilərsiniz. Bu videodan sonra əlavə 1 saatda gözlədim. Hələ də oylar artsa da yenə bərabərə qalmışdılar. Ona görə də videomu burada sonlandırıram.
Kanalıma abunə olmadınızsa kanalıma abunə olmayı, video like atmadınızsa video like atmayı yaddan çıxarmayın. Yeni videoda görüşərik. Sağ olun, özünüzə yaxşı baxın.